Tovuz rayonunun Əzaflı kənd sakini şəhid anası Gülbəniz Qasımova televiziyamıza müraciət edərək ona qarşı olan haqsızlıqdan şikayət edib. Şəhid ananın sözlərinə görə kənd və rayon rəhbərliyi artıq 4 ildir ki, ev tikdirmək üçün torpaq sahəsi verilməsinə söz versələr də, lakin şəhidin anasının hər müraciətində müxtəlif bir bəhanələr gətirilib. Hazırda isə şəhid anası Gülbəniz Qasımova digər övladı ilə birlikdə şəraiti olmayan anasının və qardaşının evində onların himayəsində yaşayır. Yaşadığımız ev budur. Görürsünüz, heç bir şəraiti də yoxdur. Gedirəm nümayəndəyə, indi evdə qardaşım da var, görəcəksiniz, oğlum da var. Deyirəm ki, mən yola getmirəm, dolanma, deyir ki, mən sənə ev verən deyiləm, ev verənlərdən ged eviniz istə. Nə qədər gedirəm, dava da düşür, özü də gəlir davamıza, buraya çağırtırım, yenə də deyir, mənlikdir, git torpağını, öyünü kimdən alırsan al, mən sənə ev verən deyiləm. Qeyd edək ki, biz Tovuz rayonunun Əzablı kəndində şəhid anası Gülbəniz Qasımovanın yaşadığı evdəyik. Yəni gördüyünüz kimi, heç bir şəraiti olmayan evdə şəhid anası öz qardaşının, anasının himayəsində yaşamağa məcburdur. Heç çalışmırıq bir otaqda. Remontu yox, dolanamırıq. Qeyd edək ki, mövcud məsələ ilə əlaqədar olaraq Tovuz rayon Əzablı kənd İnzibati Ərazi İdarəsinin nümayəndəliyində olduq. Nümayəndəlik heç bizi dinləmək istəmədi. Ümumiyyətlə bir qeyri-adi bir formada öz otağını belə tərk edərək binadan uzaqlaşdı. Gülbəniz Qasımova həmçinin dəfələrlə yerli nümayəndəliyə və digər qurumlara müraciət etdiyini və bugünə kimi heç bir nəticənin olmadığını vurğulayıb. Əməkdaşlarımız mövcud məsələ ilə bağlı Tovuz rayon Azaflı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində olub. Nümayəndə isə əməkdaşlarımızı görən zaman mən kiməm ki deyərək binanı tərk edib və uzaqlaşıb. Biz isə yerli kənd nümayəndəliyinə demək istəyirik ki, siz Azaflı kəndində prezidentin səlahiyyətli nümayəndəsisiniz. Jurnalistin sorğusunu cavablandırmaq isə sizin borcunuz. Mövzunu diqqətdə saxlayacağıq. Kamran Əskiparalı, Sənan İsmailov, Səs TV Xəbər, Tovuz.